Uzaqdan bir kişi gəlirdi. Siması göstərirdi ki, qəlbi sirlərlə doludur. Bu Bəşir idi. İmam Səccad tərəfindən göndərilən elçi. Ümmülbənin irəli çıxdı. Baxışları elə idi ki, sanki yalnız bir həqiqəti düşünürdü. Dedi, ey Bəşir, Hüseynimdən nə xəbər? Bəşir baxışını aşağı saldı və belə dedi. Allah sənə səbir versin. Abbasın şəhid oldu. Bir anlıq hər şey dayanmış kimi oldu. Külək süstü. Mədinə nəfəsini içində saxladı. Ümmülbənin əlini ürəyinin üstünə qoyub dedi. Mən Hüseyndən soruşdum. Hüseyndən xəbərdir. Bəşir digər oğullarının şəhadət xəbərini verdi. O isə yalnız başını asta yellədib pıçıldadı. Övladların və yer üzündə bütün insanlar fəda olsun Əbu Abdullah Hüseynə. Amma ən ağır xəbər belə hələ yetişməmişdi. Bəşir sınmış bir səslə dedi. Ana, Hüseyni başsız bir bədənlə Kərbəlada qoydu. Dünyanın səsi sındı. Ümmülbənin fəryad etdi. Vay Hüseynim! Və yerə yıxıldı. Ayılanda çətinliklə dedi. Ey Bəşir, sən qəlbimin damarlarını bir-bir qopartdın.